günləri üçlü stol çəkmişdim. Kompresor işləyirdi, içəri keçdim. İndi onu göstərəcəm. Bu yəni kraskalanmamış vəziyyətdə çəkmişdim. İndi kraskalanıb, bir də bunun yığılışına fikir verək. Bax görürsünüz, elə bir bütöv gəlir. Bax. Böyrdən də svarka vurmuruq ki, yəni bu qırılan deyil onsuz da. O yüzdən də vurulub, bu yüzdən də vurulub. Eybəcər görsəniz də, sonra o böyrü yonmaq biraz çətindir. Yonsan da təzə şpaklov qırmalısan. Amma bunların heç birinə şpaklov, burada şpaklovka işlətmirik. Biz sadəcə dəmiri elə svarkalayırıq. Elə yonuruq ki, şpaklovka ehtiyac olmasın. Çünki şpaklovka bir zamandan sonra tökülmə ehtimalı var. Bax, deyərsiniz, bəlkə ən yaxşı yerləri göstərirsiniz. Bu hər yeri göstərir. Gördüyünüz kimi. Bir də bu videoya baxdıqdan sonra əgər bu məhsuldan almaq istəyirsinizsə, mağazinə gedib fabrikli mallarla müqayisə eləyərsiniz. Əgər bizdə pis olsa deyərsiniz ki, sizdə falan yeri pisdir, biz də oranı düzəliş eləyərik. Bu da taftalar. İstədiyiniz rəngdə, istədiyiniz ölçüdə. Bax, belə bir də şüşələr də var. Karişnivi, qara, nə bilim, göyə çalan, hər şey var.